9 may faşizm üzərində qələbə günü münasibətilə Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində tədbir keçirildi. Təşkil edilən bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəsi Nasir Rzayev və icra nümayəndəsi Fərman Kazımov iştirak edirdi. Bildirək ki, tədbirdə veteran və qəsəbə sakinləri üçün 150 nəfərlik bayram süfrəsi açıldı. Öncə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəsi Nasir Rzayev çıxış edərək bugünkü qələbə günü münasibətilə hər kəsə təbriklərini çatdırdı və ölkəmizdə veteranlara göstərilən qayğıdan danışaraq bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra veteranların bir çox problemləri həll edilib. Onlar daim diqqət və qayğıla əhatə olunublar. Nasir Rzayev həmçinin onu da vurğuladı ki, böyük liderin səyi nəticəsində 9 may qələbə günü dövlət bayramları sırasına daxil edilmiş, böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılmışdır. Veteranların hüquqlarının bərpa olunmasına, onların problemlərinin həllinə daim həssaslıqla yanaşan Ulu Öndərin rəhbərliyi ilə bu sayədə reallaşdırılan tədbirlər veteranların daha da fəallaşmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onların üzərində düşən vəzifələrin ardıcıl yerinə yetirilməsinə müsbət təsir göstərib. Daha sonra icra nümayəndəsi Fərman Kazımov çıxış edərək veteran və qəsəbə sakinlərinə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun salamını çatdırdı və qələbə günü münasibətilə hər kəsi təbrik edərək bildirdi ki, 1941-45-ci illər Böyük Vətən müharibəsi zamanı qazanılmış qələbədə Azərbaycan xalqının da böyük əməyi və əziyyəti olub. Tarixin bu çətin sınaq dövründə müharibənin SSRİ-yə daxil olan dövlətlər arasında Azərbaycanın da qələbədə oynadığı böyük rol heç bir zaman tarixin yaddaşından silinə bilməz. Müharibə iştirakçıları olan həmyerlilərimiz ölkəmiz müstəqillik qazandıqdan sonra da daima dövlətimizin diqqət və qayğısını görüblər. Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Böyük Vətən müharibəsi veteranlarına, müharibədə həlak olanların ailələrinə xüsusi münasibətlə yanaşır. Fərman Kazımov onu da vurğuladı ki, cənab Prezident İlham Əliyev tərəfindən bugün də bu qayğı yüksələn xidmətlə davam edir. Qeyd edək ki, qəsəbə sakinləri də çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, Azərbaycan nefti olmasaydı müharibədə qələbə qazanılmazdı. Əlbəttə, ölkəmizin sərvətlərinin müharibədə qələbə qazanmasında böyük rolu olub. Bütün çətinliklərə, ağır acılara baxmayaraq qələbə qazanıldı. Biz bu qələbə ilə fəxr edirik. Bildirək ki, qəsəbə sakinləri də göstərilən bu diqqət və qayğıya görə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Ramilə Şamil qızı, Elbrus İsmailov, Dünya TV.